Mən yemirəm, maşın yeyir. Məncə istirahət eləmirəm, maşın yeyir. Tamam mı? Amma sən yağ dəyişməsən açıb, məsələn, hə yağı gec dəyişmisən, yağ qapqaradır, 150 min sürmüsən qardaş. Gəl bunu atmısan naqal var. Yəni açıb başlayır beyni çıxardı, başlayır onu pürzat onu yumağa. Halbuki o qapqaradır, bayağı zibillər çıxırlar. Ana onsuz da bu yağ yuyur da arkadaşlar. CVT sürətlər qutusunun təmirə 3000 pul niyə gedir? Ustalar aldadırmı insanlar? Yox, onu dedik də biz. Yox. Yəni 3500 niyə gedir? Söhbət dedi Nissan Altima-dan. Söhbət dedi məsələn şeydən, Patvandiyadan. Bəli. Bir dənə qida bu 1500 manatdır. Çepi 600 manatdır. Məsələn bu kimi getdilər. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Dəyərli izləyicilər, Avtotəmir live efirini izləyirsiniz. Hər birinizi salamlayırıq. Hər vaxtınız xeyirli olsun. Və bugün biz avtotəmir.az saytın üzvü, sürətlər qutusu, el arasında korobka deyə bildiyimiz hissənin təmiri ilə bağlı peşəkar ustamız, sənətkarımız Əli ustamızı efirimizə dəvət etmişik. Əli usta, xoş gəlmisiniz. Salamlayıram sizi. Salam, xoşunuz olsun. Xeyirli uğurlu olsun. Sağ olun. Proqramımız çox gözəldir. Hərdən baxıram. Paylaşımları bəyənirsiniz də yəqin ki. Bəyənirəm. 2 dəqiqə altında o short videoları doğrudan çox izləyicilər bəyənir. Yaxşı da baxışlar gəlir. Sağ olsunlar ki, bax bizi dəstəkləyirlər, izləyirlər, bəyənirlər. Nə də sualınız varsa, təbii ki, Avtotəmirə müraciət edə bilərsiniz. Bizə yazın, biz sizi peşəkar ustalara yönləndirəcəyik ki, elə bugün Əli ustamız burdadır və sürətlər qutusu təmirlə bağlı Əli ustamızın fikirlərini alacağıq. Məndə məsələn bir neçə maraqlı sual var. Elə bu sualdan ilk olaraq başlasaq Əli usta. Yəqin ki, izləyicilərə maraqlı gələcək. Bakı tıxaclıdır, şəhərdir, belə deyim. Tıxacda çox qalır sürücülərimiz. İşıqforda və yaxud tıxacda qaldığımız zaman biz sürətlər qutusunu neytrala atmalıyıqmı, yoxsa yox? Ümumiyyətlə, Eynur bəy, bu tıxaclarda maşın çox qızır. Hətta elə olur ki, radiator qaynadır. Aha. Yəni, hansı maşın, köhnə maşındır, məsələn, dözə bilmir, radiator patlayır, suyu içəri buraxır, yerə buraxır. Ümumiyyətlə, probkalar tıxacda həqiqətən insanlara həm gedişinə ziyan verir, həm də ki, maşına ziyan verir. Ümumiyyətlə də temboyda sürətlər qutusu o da qızır. Hətta mənə müştəri zəng edirlər, ancaq tıxacda şikayət edirlər ki, tıxacda qalandan sonra mənim maşınım düzgün işləmir. Bir qalır soyur, sonra düzəlir maşını. Mənim hətta müştərim vardı ki, bir il bundan qabaq tıxacda 3 saat qalıb tıxacda. Bəli. Təsəvvür edən mart aydı, yanıma gəlir. Axşam maşın dayandı, hətta elə günə qalmışdı, bubik dağılmışdı. Korobka o da qızmışdı. Düzdür, onda problem vardı radiatorda. Aha. Su radiatorunda zabitli vardı, dolmuşdu. Sürəndə yaxşıdır, ancaq tıxaclarda qalanda və başlayırdı maşın qızmağa. Mən korobkanı yığandan sonra arada bir şikayət edir. Bu yaxından da baxdım ki, həqiqi də bu maşında da qızma dərəcəsi qalxmışdı 105 dərəcəyə. Hansı marka modeldən söhbət? Mercedes-dir, 2014 model. Aha. Təzədən mən ona məcbur elədim ki, get radiator alına. Onu dəyişəndən sonra 2 gün sürdü. Hətta o sədərdə işləyirdi. Oradan gəlib 20 yamada ilişib qalırdı tıxacda. Bəli. Və ondan sonra başlayırdı. Mən onu dəyişəndən sonra o gəldi, 2 gündən sonra baxdım ki, düşüb 95-ə radiatorun qızması. İndi əgər avtomobil belə deyək də sağlamdır, radiator da yerindədir, hər şey qaydasındadır. Yenə də tıxacda çox qalmaq sürətlə qutusuna bir mənfi yaradırmı? Yaxşı olar. Bəli. Neytala vermək daha da yaxşı olar. Nə qədər məsələn orada gözləməyək biz tıxacda? Nə qədər üstündə olsa bizim gözləmə müddətimiz biz neytral atmalıyıq? Yox, əgər maşın tıxacda yavaş-yavaş gedirsəsə, onun bir qorxusu yoxdur. Aha. O şey tıxacda qalırlar, ayağı tomuzda bir 2 dəqiqə, 3 dəqiqə Bəli. və o şey başlayır korobkanı qızdırmağa. Yeni modellərdə, məsəl üçün 2019, 20, 22, 24 modellərdə olmur. Bəli. Ancaq köhnə modellərdə radiatorun vaxtı var da. Bəli. 250 mində olan dəyişilməlidir. Bəli. Biz onu dəyişmirik. Biz gözləyəcək, hava bu su baxacaq, patlayacaq, onu dəyişəcək. Amma qanunda nədir? 200 mindən sonra dəyişilməlidir.
Ha, aydındır. Hər ehtimalla neytral atmağımız Daha məsləhətdir. məsləhət ki, ata o Sürət neytral quzu çox qızmasın. Ayağın tomuzda qalır, ya qızı orada, döv radiatorda zabitli olur. Nə olsun ki, antivirus vaxtı var. Antivirus vaxtı 100 min, 150 mindir değişməzsən. Mən adı məsəl üçün gəlirsən məsələn maşını salondan alsan, 45 mində, 50 mində sənə deyilir ki, risk dəyişindən, benzin filtri dəyişindən, antifrizi dəyişindən, onu dəyişindən eləməsən zəmanətdən çıxacaq. Niyə deyir bunu? Səbəb o maşını şeydə tıxacda qızdırması, eləməsi. Bunlar hamısı ola 45-50 mində deyir. Servisdə. Doğrudan zəmanət demişkən usta yadıma düşdü. Siz zəmanətli bir avtomobil almısınız da, düzdürmü? Hyundai almısınız da, səhv etmirəm. Hyundai hansı modeli? Honda Santa Fe. Santa Fe. Neçənci? 2023. 2023. Zəmanəti bitirdi onu, yoxsa bitməyib hələ? 4 il var da. Neçə illik zəmanət veriblər ki ona? 4 il. Almışam, limitsiz, amma mənə lazım deyil şey. Mən çıxartdım şey. Niyə? Səhv eləmə. Necə sərf eləmir? Hayır, var. Bax gəlib çıxar indi orada. Maşını alıq. Salafan təzə alıq. Amma biz bunun rasxodunu bilmirik, necə olacaq. Aha, maraqlıdır. Ay böyle tamamdır. Açıqlayın da zəhmət olmasın. Onu qoysan onlar daha rahat görərlər, səni görərlər. Yazırlar müştərilər, baxırlar orada. Hə, belə olsun da yaxşı. Siz suallarınızı yazın. İndi ustamız bir maraqlı məsələ ilə bağlıdır. Hələ baxıram da, məsəl üçün maşın salafan maşını almağı, istəyən Çin adına, istəyirsən nə maşın, Hyundai adına, Mercedes adına, Chevrolet adına, düzdür, Chevroletlər qiymətlər ucuz olanda, məsələn, onun da zaptası, ETS-lər ucuz olur. Amma biz deyirik, məsəl üçün 2022 maşın almışıq, salafan almışıq, Santa Fe. Santa Fe 2020 neçənci il? 2023. 2023-cü il. Nə qədər pul verdin ona usta? Niyə? Tam nağd qiymətini Nağd aldın? almadım, mən nağd ala bilmirəm, mən ancaq kredit almışım, 4 illik. 4 illik zəmanəti də var. Bəli, hə. 4 ildə zəmanət. 4 illik limitsiz zəmanət vermişdilər, həm motor, həm karabkaya. Aha. Sonra onu zəmanətdən çıxartmaq səbəbi nə oldu? Hə, inşallah, gəldi çıxdı ora. Aha. İndi baxın indi. Mən maşını alandan sonra adam sevinə maşını aldı, kreditlə sürürsən. Bəli. Gəldi çatdı, məsələn, 2000-dən sonra yağı dəyişməlisən. Deyirsən, məsələn, yağı dəyişməyəm. Aha. Deyirsən, sənədə 220 manat bunun yağ filtridir. Aha. Karabkan, motor yağı dəyişməyə 220 manatdır. Tamam, əzizim, değişin. İnsan o da almışıq. Gəlib çıxır, kondisioner filtri neçəyədir? Neçədir? Orijinal 55 manat. Hava filtri neçəyədir? 40 manat. İndi mən bunu dəyişmək üçün bir 300 manat xərcləməliyəm. 5000-dən bir 7500 də paybəqdə qoyurlar da yağı dəyişməyə. İndi baxı məsələn söyməkdən. Məsələn mən Sumqayıtdan gələn Bakıya, Bakıdan Sumqayıta, mən məsələn günə 100 km sürürəm mən. Mən 5000-i 2 ay sürürəm. Mən 2 aydan bir bunu məsəl üçün nə edəcəm? 300 manat xərcləmək. 300 manat verdim, həm kondisioner filtrindən, ya hava filtrindən yenə yola verirsən. İnsan almışsan, almayırdın. Almışam da. Amma bir də məsələ də var da, orijinal məhsulun axı qiyməti üzərində olur, yaxşı filtr verir. Orijinal filtri necəsən? 55 manat verirsən hava filtrindən. İndi sürürsən də, indi hava filtrindən hava dəyişirsən. 10 mindən bir də. Bakının küləyi havası tozdur. Bu kondisioner soğurur, hava filtri soğurur. Açırsan ki, 10 mindən sonra bu dəyişilməlidir, qapqaradır. Bəli. Çıpı o qoymayacaqsan ki. Deyirsən, adın sanın var, sən bu maşın almışsan, belə 60 min maşın almışsan, kreditlə, ayda da falan pul verir, kredit pul versən. Bilmirsən, kredit pulu versən, yağın pulu versən. Bu yağı yola verdi. 0.20-dir də bunun yağı da. Başqa yaman döksün, bu motor dağıtacaq, zəmanətdən çıxacaq. Tamam mı? Gələn çıxırsan, məsəl üçün, kalkaya, nakatkaya dəyişməyə. Gələn dedi, nakatka dəyişməyə yiyilib məlim. Neçə yerə 250 manatdır. 250 manat bunu versən, 220 manatımın yağını versən, bir gəlir çıxıb 550 manat. Mənim maşınım 40 min gedib, bu niyə karotka yiyilməlidir? Nakatka yiyilməlidir. Qanunda nə etməlidir? 70 min etməlidir, 70 min, sonra dəyişilməlidir. Siz tomuzdan çox istifadə edirsiniz. Bəli. Məndə belədir. Raskot deyil, qardaş, raskotdur. O xərcləri qarşılaya bilmədiyin üçün. Biz xərcləri əvvəllə baxmalıyıq. Biz maşını almaq istəyirik. Deyirsən, məsələn, maşını almağa, məsələn, almaq istəyirik, birinci bunu öyrən yağı neçəyədir? Öyrən, indi yaxşı, indi gəlib çıxacaq karabkaya. Sürətdən qutunun yağını dəyişməyə. Bəli. Buna yağ lazımdır, 8 skorsun yağı lazımdır. Neçəyədir? Litri. Neçə verir ki? 51 manat. Litrini. Hesabla. 51 vur 8. 408 manat. Bir 60 manat stopol olacaq. 50 mindən sonra da dəyişmə məcbur etməlisən. Sən buna ucuz yağ töksən, mənim kimi. Mən onu da çatdım.
tökdüm, özüm yağımı tökdüm ona. İndi baxıb deyir, mənim karabkam düzgün işləmir. Necə yəni düzgün? Mən getdim ona SP4 tökdüm, SP4 yağı. Bəli. SP4 yağı, Hyundai yağı ona dözmədi. Onun istiliyinə dözülmədi. Və başlayıb mən səhər maşın sürəndə gördüm maşında talçıq əmələ gəlir, bursovka əmələ gəlir. Deməli onda servisdə tökülən yağ daha yaxşı yağ idi ki, problem yaratmırdı. Onu tamamlaya bilmədim. Yox, söhbət gedir məsəl üçün şeydə, sürətlər qutusundan. Bəli. Yağı mən zəmətdən çıxartdım, mən gedib yağı məsəl üçün yağı dəyişməyimi, özüm yağı dəyişirəm. Kastrol yağı alıram məsəl üçün də öz yağı, o tökülür yağı tökürəm mən. Mən gəlir mənə otur mənə 160 manata. Bəli. Tamam mı? O gəlir çıxır mənə 220 manata. Hava filtrini mən deyib 10 manata alıb qoyuram üstünə, 40 manata servizdədir. Bəli. Orijinaldır, mən firmaya qoyuram mən. Nə fərqi var firmanın orijinalına? Hava soğuğudur arkadaşlar. Kondisioneri 55 manata orijinaldır, da bezmişim də arkadaşlar. Mən yeyim maşın yeyir. Mən deyib istirahət eləməyəm, maşın yeyir. Tamam mı? Gelib 10 manata alıb qoyuram da firmada qoyuram, səhərinə gəlir də, ondan sonra 10 mindən bir atamı zibilliyə. Yəni biz onu düşünmürük da, atırız ediyor da. Deməli, indi mənə karabkanın yağı məsələ ki, indi mən təzədən nə eləməliyəm mən? Nə eləməz? Təzədən mən 8 kos yağını alım, onu tökmək eləməliyəm ki, mən maşını rahatlaşdım. Mən ona tökdüm SP4 yağı, amma baxdım gördüm ki, 10 mindən sonra yağ özünü itirir. Dözə bilmir, bıraxır davrəni. Mən məcbur olub nə eləməliyəm mən? 8 kos yağını almalıyım, litr 51 manatdır. Usta suallarım olacaq, burada yazanları da oxuyaq. Tacir bəy yazır ki, Hyundai Grandeur 2.2 dizel 2014-2015 necə maşındır, Günizə arasında qalmışam, zəhmət olmasa deyərdiniz. Mən sizə məlumat verim ki, hal-hazırda qonağımız Əli Ustadır. Əli Ustanı bir çox sürücüsü tanıyır, amma tanımayanlar üçün bildirim ki, Əli Usta Azərbaycanda tanınan sürətlər qutusu, yəni korobka təmiri ilə bağlı peşəkar ustadır. Adam sənətkardır. 25 ilin üzərində olan bir təcrübəsi var korobkanın yığılmasında. Yəni rahat suallarınızı verim, onun üzərindən cavab ala bilərsiniz. Tacir bəyin sualınıza gəlincə isə Grandeur 2.2 dizel 2014-2015 alım deyir, yoxsa Unizə alım 0. Qiymətləri bir-birinə aşağı yuxarı bərabərdir də mən bildiyim qədərlə Tacir bəy, yoxsa belə müqayisə aparmazsınız da. Hansını alım deyə bax ikiləmədə qalıb. 0 alsın yoxsa Grandeur alsın? Necə belə danışaq da, yəni bax niyə görə deyirəm ki, əgər Unizə almaq istəyirsən, yaxşı maşındır. Aha. Çin maşını təzə maşındır, rahat sürəcək. Onun rasxodunu öyrənmək üçün birinci gəlin servizə. Baxın görün onun yağı neçəyə dəyişir. Sabah karabkan yağını dəyişəndə nə qədər mən rasxodunu çıxacaq. Unizənin dəyişmirsən usta yağını. Baxın Sürətlər qutusunu. Unizə yox, mənə axırda mənim maşın gəldi, Çanqan idi, Unica. Bəli. Deməli, sürətlər qutusu dağılmışdı, maşın dayanmışdı, yerim idi. Bəli. 2 ay qaldı ortalıqda. Bəli. Bu maşını yaxın dolanmadı. Axır mənə zəng elədilər, bəs belə, dedim ki, nə qədər paybəq var? Dedi ki, 40 min paybəqi var. Nə baş verdi ki orada bəs? Nə baş verdi? Maşın dayandı, maşın yermədi. Əvvəlcə axır getmədi. Baxdınız da ona siz? Axırını gəlib çıxam da. Hə, tamam. Apardı servizə qaldı. Aha. 2 ay qaldı, qabağı yermədi. Getdim maşın mən uşaqlarla maşını itələ saldım boksuma. Bəli. Servizdən. Kanapkanı söktüm. İçində heç nə yoxdur. Təmizdir. Nə qırığı var, heç nə yoxdur. Amma atqız edilmişdi. Nə baş verir ki, yaxşı? Nə baş verdi orada? Orada kanapkanın içində friksiyonların 20 qabiliyyəti var. Friksiyon orada elə yiyildi ki, ya orada dəmir əyilir, vıjmı əməl gələ bilmir, keyfiyyət yoxdur, detalda. Friksiyonda keyfiyyət yoxdur. Friksiyon qəşəndir, bək materialdır. Bəs friksiyon var ki, yiyilir, friksiyon var 20. Əyilir. Əyilir. Hə. Dəmir də əyir. Biz hətta olar, məsəl üçün, biz təzədən zakas edib Çinə, biz ona təzə qidobok aldıq, təzə filtr aldıq, yağını aldıq, yağ nasusu aldıq, elektron aldıq. Bunların hamısını aldım, maşın getirdim Çindən, hamısını yığdım, qoydum üstünə, maşın xotlandı maşın. Məndə sual nə yarandı? 40 min kilometrdə Unica'da niyə o problem yaransın ki? Niyə əyilsin o? Keyfiyyətsiz mal. Yox, indi Unica sürənlər çoxdur da, hamısı 40 mində o problemi yaşamır axı. Düzdürmü? Bir yaşadı da. Yəni kim onu 50 min sürür? Aqressiv sürüb onu, yoxsa nəsə? Yox, normal sürülür. Maraqlı gəldi. Aysa, mənə də maraqlı gəldi. Mən Qarabağın təzədən yığdım, xotladım maşını. Hələ şəhərdə heç mi o dağılmamışdı ya Unica. Mən onu yığandan sonra maşına problem əməl gəldi. Bir dənə aşıqqa vardı, onun qabaqlarını bilmirdim mən. Mən hətta Çinə yazdım ki, burada bir xəta kodu verir. Sizdən ETS alamışam da, mənə kömək edin ki, bu nədir? Bizdə hələ bunu bilən yoxdur. Ola qayıtıb mənə ki, bizdə bunu bilən yoxdur. Necə Çinli dedi ki, bizdə? Çin deməlidir. Yox, elə şey yox. Bir mühəndislər, Allah'ın da olsun.
Bizim mühəndis də bunu bacara bilmir. Bunu ancaq servizdə eləmək Hə də lazımdır. yəni mərkəzinə yazmalısınız da. Siz Hə də, onu o da. kənar ustasına yazmısınız da. Mən də halda ETS almışam, ona sual verirəm. Hə, ETS-əni aldığınızda soruşursunuz. Hə, tamam. Deyim kömək elə də, onda kimə servizə zəng edirəm, deyir biz bunu baxmır. Niyə baxmırsınız? Onun desə maşın rəsmi dillə deyil. Ustalar zəng edirəm, deyir biz anlayışımız yoxdur, biz bilmirik. Canımız sağ olsun. Zaman dekabrın 31-i oturub bayıma qeyd edəndə Hə. Novqoda. Mən işləyirdim, 4 dəfə çağırıb qoymuşam beyni, axır tapdım. Unikanın karkasını yığırdın, hə? Axır mən onu tapdım dərdini. Dərdini tapdım, apardım servizə, baş saldım qırış. Burada usta var. Bunu yığan Bir var. dəqiqə, o servis maşını idi o. Servis deyildi. Müştəri qardan almışdım. Hə, tamam. Amma servis qəbul edilmirdi. Servis olmuşsa qarabqa düzbol dəyişilmədi. Və biz də qarabqa qoyuluq üstünə zəmanət vermirik. Usta, amma servislər belə işləyir də, qarabqanı dəyişirlər də onsuz. Zəmanət vermirlər. Kənardan alıb axı maşını ona görə. Kənardan alsa da, yenə də müştəri pul verər, düzəltmək istəyir. Bunlar qəbul etmirlər ki, biz məsəl üçün bu maşın rəsmi dillə deyil. Rəsmi dil olsaydı biz bunu pulsuz dəyişərdik. Hə, başa düşdüm. Tamam mı? Qəbul etmirlər. Amma yenə də təmirləmirlər. Karabqanı bütöv dəyişirlər onlar. Ay sağ ol. Elantra 2 Dodge 2019 CVT, EVT, sürətlər qutusu məsləhətdir CVT 2019 2 Dodge Elantra məsləhətdir usta. Məsləhətdir ha. Amma vaxtını dəyişir. Vaxtında deyəndə nə qədərdən bir dəyişmə? 50 mindən bir. 50 mindən bir. Samir bəy yazır ki, sizin bayaq o avtomobilinizlə bağlı da 0. Bu boyda Santa Fe alıb qardaş, indi də 200-400 manatın söhbətini edir deyil. Hə, qardaş, bu dövrdə bu Raskotda Aha. 3 dənə uşaq, iş, maşından. Yəni Amma əvvəlcədən siz özünüz hesablama aparmamısınız da. Hesab aparmamışam da. Yəni deyə baxalım maşını alıram ki, yaxşı olum da. Amma onu vaskoy qalanda çatdıra bilmirik. Onu mən deyirəm də, əgər maşını məsələn alırsa biz məsələn əvvəl ölçməliyik, biçməliyik ki, mən bunu necə bunu saxlayacağam mən. Bəli. Yavaş-yavaş öyrəşdirdim bu həyatda da əzizim. Onu da zamandan çıxartdım ki, özüm ustayım, özüm idarə edə biləm mən. Amma müştəri deyib alanda çatdıra bilməz. Bəli. Kimin pulu var, maşası alır, sürür, əlhamdülillah. Amma ki, biz ustalar, məsələn, özümüz biliyoruz da. Məsələn, qarabqam dağılsa özüm yığacam da. Deyə aparır servizə 3000 manat pul verməyəcəm ki, özüm pulsuz yığaram da. Bəli, bəli. Məni kimsə təbrik edir ad günündən bağlı, ad gününü gündə bilir. Çox sağ olun, minnətdaram sizə, sağ olun. Hyundai AX35 2 benzin servis, mühərrik soyuq halda porşenlər səs edir, 3-4 dəqiqə nə yağı məsləhət görürsünüz. Hyundai AX35 2 benzindir. Servis, mühərrik soyuq halda porşenlər səs edir. Ona bir mühərrikçi baxmalıdır, o səsi dinləməlidir Elçin bəy. Belə o yağla keçən hal deyil, onu artıq o yerində qərar vermək lazımdır. Amma belə məsləhətimiz Havoline markasıdır ki, Havoline markasından rahat istifadə edə bilərsiniz. Əgər keyfiyyətli yağ axtarırsınızsa. Necə? Samir bəyin dediyi tam mesaj anlamadım. Hə, gərək cibə uyğun maşın alsan, düzdür. Qardaş salam, Chevrolet Cruze 2017 hansı yağ məsləhət görürsünüz? Azər bəy, siz zəhmət olmasa ümumiyyətlə yağla bağlı sual verənlər, siz indi sizə nömrə deyəcəm. Bizim yağ dəyişmə mərkəzimiz 7/24 işləyir. Bax, yağ markasıdır, yağın qiymətidir, avtomobilinizə uyğun yağ çeşidi hansıdır, qatılıq nə olmalıdır? Bu suallara cavab tapmaq istəyirsinizsə, marka olaraq Havoline markasını sizə məsləhət görürük. Amma belə qiymətlərlə maraqlananlar nömrə deyirəm indi 050 444 55 35. Bax bu dəqiqədə zəng eləyə bilərsiniz. Gecə saat 2, 3, 4, 5 fərq eləmir. 7/24 fəaliyyət göstərir bizim yağ dəyişmə. 050 444 55 35 nömrəsinə əlaqə saxlaya bilərsiniz ki, belə ümumi cavab vermiş olum. Sonata 2011 servis Dodge mühərrik bu yağı və bu 530 tökülən məsləhətdirmi? Yaxşı yağdır Məhəmməd bəy. İndi buradan adını çəkməyim. Adını çəkməyim o yağın. Elçin bəy oxudum. Salam dostum, maşının mühərrikini dəyişib sənədi də var. Rüsumu nə qədərdir? Telman bəy, siz qanun adı səhifəsində yazın da zəhmət olmasa. Tacir bəy, bəli. Salam qardaş. Grandeur 2 dizel 2016 sürürəm. Super maşındır. Yağını tök sür. Allah, çox gözəl. Qurban bəyin sualı var ki, kobaltların sürətlər qutusu karabkasının necədir dözümlülük tərəfdən? Dözümlüdür. Dözümlüdür. T35 karabka, T35 sayılı karabka, T40'larda ona yaxşı işləyirlər. Başda 50 minin yağı dəyişirlər. Vəssalam. Çox vaxtı məsələn deyirlər, yağı dəyişirlər 3 mindən bir, altdan buraxırlar, üstünə düşürlər, olmaz. Hələ bir dəfə 50 min sür, rahat. Ondan sonra gəl sistemi yuyur. Bəli. Yenə rahat 50 min sürün. Onda yağ dəyişməyə gəldiksə, sürətlər qutusuna bağlı belə bir sual verəcəm. Hyundai Kia sürücüləri bəzən bizə yazır ki, apardım avtomobili yağ dəyişməyə, yağ dəyişmədən sonra problemlər başladı deyir. Bu şikayətlər mənə çox olur. Yəni ustala mənə zəng gələcək, müştəri gəlib yağı dəyişdim, maşın işləyən maşın, axarda maşın idi. Mən yağı açdım, karabkanın filtrini dəyişdim. İndi maşın qabağa gedəndə buxovka verir, talçaq verir. Mən deyim qardaş, bu imkansızdır. Əgər sən karabkanı çıxartmısansa, usta, onun qabağa keşkanı çıxardırsan,
və orada 2 dənə bolt açıb filtr dəyişirsən. Bəli. Bildim ki, pul qazanırsan. Amma Bəli. bu maşın işləməlidir. Ya sən orada razılığımı yaxşı taxmamısan, deyir, ya taxmışam, amma buksovka verir. Deyim, karabkanın içinə baxmısan, nasıl çıxartmışsan, deyir, hə, çıxartdım, boltlara baxdım. Ha, bolt boşalması var. Hə, indi bu sayını dəbdir də, indi 200 mindən bir karabkanı sökülür, deyirlər ki, hə, bu bolt boşalıb. Hə, müştəri qalın nigaran ki, boşalıb. Yalan danışırlar ki. Yox, boşalır, həqiqi də boşalır. Hə. Bildim məncə, 200 min bir dəfə onu sıxırsan, ona da qutabidir. O zavod istəsən də robot sıxırlar da, birdən avtomat sıxır. Bəli. İndi yəqin birini boş sıxırlar, bir dənə boş açılır da, heç bir açılmır. O bir dəfə də onu sıxdın vəssalam. Bir dəfə onu özünə sıxırsan, onunla qutabidir. Aha. Amma halbuki məsələn ustalar sökürlər onu və onu boltu sıxdılar. Tamam, anladıq. Amma o Porsche ora salanda saniki var, onu cırırlar. Karton taxanda tam taxmırlar. Bildim mənə. Və yığırlar, xortdular, başlayır maşın problem çıxarmağa. Mən məcbur deyim ki, qardaş, təzədən karabkanı sökdün və təzədən bax, açdı. Açıb beyni yumamısan? Deyir, yox. Anda bir ona baxmışam. Təzədən sən orada xəta eləmirsən. Orada səhv buraxmısan. Və təzədən onu açdın, təzədən onu saniki dəyişdin və maşını işləsin. Hə, yəni bu hal baş verir deyə orada yağ dəyişmədə problem başlayır. Hə, yəni adi maşının yağını dəyişsən də, məsələn, bəzi hallarda olur ki, müştəri zəng edir ki, maşının yağını dəyişdim, karabkan yağını dəyişdim. Açdı, usta beyni yudu. Və maşınım işləmir. Ha, bu da var əslində gidroblokun yolmağını dəyişirsə. Bəli, bu indi dəbdir də, indi titrə qoyub, yəni əlini pürüzə atıb, başlayır onun üstünə yumağa göstərir ki, mən bunu yuram. Harada yuyur, yerdə yuyur, vanların içində yuyur. Bəli. İndi o düzgün yəni, ümumiyyətlə pul qazanmazsın da, özünü məsəl üçün səhifə açıb, məsəl üçün müştərini özünü yığmazsın. Amma halbuki o gidroblok beyni yuyurmur. O ha vaxt yuyulur ki, karabka təmin olunanda. Onu açıb yuyursan ki, yağ dəyişmədə gidroblok yuyulmamalıdır. İmkansız olmaz, qəti qadağandır. Yəni, nə qədər müştərilə ziyan deyib, nə qədər müştəri gəlib, Sprinter gəlib, 2019-un Sprinter gəlib yağı dəyişməyə, açıb beyni yuyub, beyni xarab olub. 10 gün maşın işləmir, qalıb otaqda. Dedi o ustanın yanına, deyir 300 manat səni düzəldim, o pulu al ondan, düzəlmə. Apar o ustanın yanına, o dedi 200 manat verib düzəldim. Anı pulu bıraxır ortalığı, 700 manatı bir sənə, bunda adamı sənə yandırır. 700 manatı paylamışam deyir, işləmir. Fakt məsələn, sən onu sənə aladırlar da, qardaş. Sənə zbobla al qoysan gidroboku, çıx getdin. Sən niyə onu elədin? Dinlə bilməyib, anlandım. Niyə anlanırsan, qardaş? Yox, indi bilmir, usta da deyir ki, gidrobloku yuyaq, yaxşı olacaq. Usta yürü. İndi onun gəlməsi kim eləməlidir? Müştəri eləməlidir, usta eləməlidir. Usta eləməlidir. Abi, usta eləmir axı. Usta eləmir. Başlayır qırğına, şikayət gəlir. Gidroblokun yuyulmağa ancaq sürətli ruhusu təmir olunanda Təmir olunanda. Sən indi motor yağı dəyişir. Gəl belə danışaq da. Yağlama yerindən motor yağı dəyişir. Niyə onu açıb kəpçini yumursuz? Xeyr ola, niyə yumursuz? Bəli. O aşı kəpçi də orada yağı tökürsən, düzgün yağ tökmürsən, kəpçi orada zibil bağlayır, naqar bağlayır. Düzdür, dərman tökürsən, başlayır onun dərmanı, onun içini yumağa, zibillər qaldır, kəpçini alıb motor dağıdar da. Onu asıl onu yuyun da. Niyə özünə rahat ağı işə vermirsiniz? Rahat sadə tapırsan, müştəri burada aladım, mən pul qazanım mən. Eləmirəm. Maşın gəlir, qazan. Allah xeyri versin. Hamı çıxmışı pul qazanmaq qardaş. Çıxmamışdı ki, hava işləməyə. Gəldi, müştəri gəldi, gel yağını aldın, filtrini aldın, aç yağı dəyişdən, filtri dəyişdən. Xodda dinlər ki, 2 gün buna fasaj vermədilər. 2 gün maşını qovmadılar. Stabil süründən maşın düzələcək. Bunu elədilər, müştəri var sənə razı qalsın. Yoxsa açın beynini yuyum, mən beləyəm. Amma xərab olanda damla durmursan. Amma gidroblok yuyulmanın düzgün qaydası necədir? Üzərindən yumular, onu təmiz sökmək lazımdır. Yağı, məsələn, bilirsən nətədir? Yox, təmirdən sonra demək istəyirəm. Yox, təmirdə bax, söhbətlər qutusunda təmin olanda onun stuşkalar var da, dediyimdə, dəmir dörtlər var. O gəlir, girir beynin arasına. Bəli. Klapan orada ilişə bilir. Onun görə usta öyle karabkan yığanda sökür beyni, içini çıxardır, yuyu təmizdir, orada zibil qalmasın. Və təzədən onu yığı qoyusuna maşın işləyir. İşləməyəndə maşında, hələ problem varsa gidroblokda, yiyinti varsa, problem qatırsa, bir dənə ölüxanı alıb üstünə qoyur və yola salır. Və maşın işlədir maşın, normal. Tamam mı? Bu qanun budur. Amma yağ dəyişməlisən, açıb, məsələn, yağı gec dəyişmirsən, yağ qapqaradır, 150 min sürmürsən, qardaş, gəl bunu açıb, naqar var. Yəni, açıb başlayır, beyni çıxardır, başlayır onu pürüzat onu yumağa, halbuki o qapqaradır, zibillər çıxırlar. Onsuz da bu yağ yuyur da, arkadaşlar. Onsuz da yağ yuyur. Usta bir sual verir, mən gidroblok deyirsə, ölüxanadan alıb üzərinə bağlamaq, o yığılmır ki o. Yığılmır gidroblok özü. Yığılır, yığırıq da.
Bəzi hallarda olur ki, orada məsəl üçün o içindən dəmin qırıntı girəndə bu orada içindən purju klapanlar var. O klapandan yeyinti əmələ gələndə orada yağ qızır, yağ davlayan qaçır. Bəli. Bu sofkanın beli. Onda bilirsən ki, bunun təmiri yoxdur, buna etirazı yoxdur. Gəlirsə ölüxanada 100 manatdır, 150 manatdır, bir dənə yaxşısını alsan, qoysan. Yaxşı, indi ölüxana da ona nə qədər zəmanət verir? Deyir, üzərinə qoy. İşlərini qoysan, 2 günlə özünü ağla aparırsan, onu işləyəcək. Burada belə bir hal da var da, işləməsə sürücü amma sizə zəhmət haqqı verir də, onun üzərinə bağlamaq üçün. Düzdür, bitirir də orada yenə də. Onsuz da Yoxsa özünüz zəmanət verirsiniz ki, bu mənlikdir. Mənə həvalə elə. Ölüxana ilə özüm danışacağam. O düzələnə kimi düzələndə səndən pul alacaq. Onsuz da mən özüm məsəl üçün ölüxanda alıram, qoyuram üstünə, yoxlayıram müştəriyə. Məsələn mən ölüxanda deyim mənə 10 gün ver zəmanəti. Mənim müştərim 10 gün sonra mənə cavab deyəcək. Hə. Ölüxana razılaşır, mən pulunu verirəm, 10 gün sonra məsələn sənə deyəcəm. Hayır, mən malı alıram, pulu ödəyirəm mən, qoyuram üstünə. Yaxşı çıxdı, pis çıxsa çıxardıb dəyişib əvəzi başqa şey qoyuram mən. Hamısı üzərinizdə olur da, yəni. Hamı üzərimdə olur. Hə. Nurlan bəy yazır ki, salamlayır bizi sağ olsun. Yazır Opel Astra H13 dizel sürətlər qutusuna harda yığdıra bilərəm? Baxırsınız Opellərə. Opellər yox. O detal olmamağı ilə bağlıdır da, sizdə. Detal yoxdur, zapsas yoxdur. Nurlan bəy bizə dairət bölməsindən yazın, Opelə baxın, üstün nömrəsi sizə göndərək. Nüsrət bəy yazır, mən qardaş məsləhət görmürəm. Zavod korobka yağın dəyişmək. Zavod heç vaxt korobka yağın zəmanət qoymur deyə. Bax belə bir mesaj yazıb, maraqlı bir mövzuya gəldi. Bunu çox vaxt BMW sürücüləri deyirlər. Nüsrət bəy sizdə BMW-dir yoxsa yox bilmirəm. Amma doğrudan da Əli usta fikriniz maraqlıdır. Zavod sürətlər qutusunun yağını dəyişmək, əl vurmayın deyə. Məsələn BMW sürücüləri çox vaxt belə deyirlər. Yazıblar. Kartın üstünə yazıblar. Yağa əl vurma. İndi amma yağın dəyişənlər də var. Hansı düzgündür? Əl vurmalıyıq, vurmamalıyıq sizin fikriniz? Yox, biz nədədir Elnur bəy? BMW-lərdə BMW sistemi başqadır da. ZF nədir? Onlar sürətli maşınlardır. Onların da yağı da dözümlü yağdır. Aha. Dözümlüdür, istiyə dözümlüdür. Amma ki, orada yazılır ki, əl vurma. Onlar nöş deyir əl vurma. 200 mindən sonra onsuzdan bunun detal dəyişilməlidir. Korobkada qidablok deyilən bir şey, beyin var da. O dəyişdi, beyində iznos əmələ gəlir, yeyinti əmələ gəlir. Yəni daçıq selendə problem çıxanda, yəni onlar onu nəzərə alırlar ki, biz 200 mindən sonra, 250 mindən sonra, məsələn, problem varsa, udaqlar varsa, biz çıxarılıb qidabloku təsirini qoyulur və təzə onun yağ vurur, təzə bir də qoyulur və onun maşını davam edir. Bəli. Yəni bu qayda ilə gedirlər. Hə, amma bizdə məsələn, yağı dəyişirlər, qidablok dəyişilmir. Ya açıb yuyub təmizləyirlər, ya yumurlar, qoyurlar üstünə, onda problem var. Maşın məsələn birdən ikiyə udaq var, ya soyuq vaxtı udaq var, qızanda udaq vurmur. Yəni qızanda məsələn gəlib saxlayanda BMW-nin ən gözəl xəstəliyi gəlib saxlayanda bir dənə talçok verir. Aha. Bu nə deməkdir bu? Bu deməkdir ki, qidablokun vaxtı qurtardı şey. İçində yeyinti əmələ gəlir. Bəli. Halbuki sən indi girsən məsələn YouTube baxsan ki, məsələn orada qidablokun Sonax firması var, məsələn onu təmir edir. Onun üçün detalını dəyişir. Bəli. Ona dəyişəndən sonra və təzədən o yenilənir və restavrasiya olunmuş sayılır da bu stilində. Yəni detal dəyişilir, yenisi qoyulur. Raybe deşir onu qidablok içərisində klapanı dəyişir, böyük rasmaya qoyulur və hansı o BMW-lərdə xəstəlik var, yeyintilərlə onların görə tapıblar dərdini. Və onunla onu təmin edirlər və onunla qoyurlar üstünə, onunla davam edirsən. Budur bunun çıxış yolu. Bəli. Amma ki, 250 mindən, 300 mindən mənim yağını dəyişdim, korobkam dağıldı, səbəb nə idi? Səbəb qidablok idi. Siz indi nə məsləhət görürsünüz? Buradan BMW sürücüləri bizi izləyəcəklər. Onlar nə etsinlər? Əl dəyməsinlər. Hamısı bilirlər əzizim. Köhnə BMW sürənlər, onlar BMW-nin iç üzlərini bilirlər. Nə vardır? Yeni məsəl üçün nəsil gəlir, məsəl üçün onlar cavan uşaqlar da alırlar BMW-yi sürməyə, onlar hələ bilmirlər, tanımırlar. Onlar nə etsinlər? Onlar getsin, onlar öyrəncəklər. Yox, bildim, indi siz də burada nə məsləhət verərsiniz BMW sürücüsünə? Heç nə, əcəl maşını alırsa... Əl dəyməsin sürətlər qutusunun yağını. Yox, deysinlər, bir sənə deysinlər. Əcəl baxsınlar, əcəl məsəl üçün soyuq vaxtı, maşının yağını yoxlasınlar. Əcəl soyuq vaxtı yağı azdırsa, yağ talifli olsun. Yox, əcəl yağı bərbad günə düşübsə, bunda problem varsa, talçaq versə, yağı dəyişsinlər. Təzə filtr yağ qoysunlar, tökdüyü yağı da orijinal olsun. Və bir həftə onu qonmasınlar. Stabil sürsünlər ki, qidablok o yağı qəbul edəsin. Bəli. Qabağını alsın. Çox vaxtı yağı dəyişirlər, bir dənə qovun baxın, bir dənə qaz verim, bir dənə faslaş verim, çatdıra bilmir. Və korobka içində ziyan deyil. İndi 100% bu paylaşsaq bunu Əli usta yazacaqlar ki, o yenə də həmin mövzuya qayıdıram. BMW-lər sürətlər qutusunun yağını dəyişməyin. Bax belə mesajda yazacaqlar. Amma indi
bizim kimi və bizim şəraitdə sürətlər qutusunun ömrünü artırmaq üçün gücümüz çatmır axı onun sürətlər qutusunu tam belə deyək də sıfırlayaq dəyişək. O biraz bahadır. Amma belə ömrünü uzatmaq üçün nəsə bir əl Bax bu dövrdə hal-hazırda 8 HP 45 kartlar var da. Onların gidoblok defisitdir. O nəyin üstündə gəlir? BMW üstündə gəlir. BMW üstündə gəlir. 8 HP 45 dənə. Gidoblokda problem var. Şəhərdə defisitli zaplas yoxdur. Ancaq deyib məcbur blok kartlarlar. Əgər gidoblok problem olanda, gidoblok olmayandan sonra beyni, müştəri gedib məcbur kartlarlar. İşləmiş alır ki, işini davam etməyə. Əgər zaplas olsa, rahatdır. Hətta onun məsəl üçün BMW üstündən bir də Dacia Selenoidlər var. 9 nəsil, 1500 manatla 2 gün olur. Bəli. 1500 manatdır, tələsi. Onunla da iş bitmir. Bəli. Usta, sizə görə ümumiyyətlə bu sürətlər qutusunu neçə illərdir bu işin içərisindəsiniz də? 25 il. 25 il. Ən bəyəndiyiniz sürətlər qutusu, indi korobka deyilir, bir çox şəxsiyyət arasında belə deyirik. Bu sistem hansı avtomobil üzərindədir? Ən bəyəndiyim, məsəl üçün, Mercedes-lərin korobkasıdır. Məsələn, Mercedes-lər də belə deyə bilərsiniz ki, il olaraq hansı modelin üzərində? Bax, əzizim, mən bir dənə sənə söyləyəm. Məsəl üçün, mənə müştəri gəlir, məsələn, Panoramadır, 4 faradır, 210 kuzadır, Çeşkadır. Mən bu korobkaları yığıram, oradan. Mən onlara rahat 300.000 paybəq zamanət verirəm. 300.000 kilometr. Niyə verirəm? Mən o korobkanı sökəndə o korobkanın içində səngləri dəyişirəm. Bu büyükü yığıram, platanı dəyişirəm. Yoxlayıram, gidoboku yoxlayıram. Deyim, qardaş, xərc çıxır. Məsələn, müştəri var ki, məsələn, Raskola görə, məsələn, 1000 manat, 1200 manat, 800 manat, mən o pula, məsələn, mən 300.000 kilometr zamanət verirəm. Deyim, get, qardaş, 300.000 kilometr. Həm də dözümlü sürət olursunuz da. Ayşə, amma ki, sürətlər qutusu tam yığmayanda, hansı bir detal xələb olur, onu dəyişəndə ona verə bilmirəm. Onu deyir, bir detal dəyişirəm mən. Məsələn, mənim müştəri gəlir ki, mənim maşınım 3 dənə də boksokka verir. Açıqca bir dənə dövlət Porsche-dir, onu dəyişirsən, sən deyirsən, maşın işləyir. Amma mən ona, məsəl üçün, 200 manat, 300 manat pul alsan, sən ona 300.000 verə bilməzsən kilometr pay verir. Orada əslində nə etməlisən ki, yaxşı usta, bir dənə detalda problem varsa? Onu dəyişirsən. Yox, əslində siz belə çox zəmanət istəyirsə adam. Müştəri əgər çox zaman istəyirsə, məsələn, yəni 300.000, 200.000 zaman istəyirsə, yəni korobkanı noldan yığsın. İçini friksiyonu deyilsin, səngi deyilsin. Axı digərləri normaldır, bir dənə detalda problem var. Yox. Baxın, bu saat indi hal-hazırda fikir versəniz, məsələn, sürənlər var, məsələn, olan paybəqlər 600.000-dir, 700.000-dir, məsələn, 800.000 də var, 500.000 də var. Korobkanın da stoku 300.000 kilometrdir. Ondan sonra açılmalıdır. Fərqi yoxdur. İstəyən BMW olsun, istəyən Range Rover olsun, istəyən Lexus olsun. Marka fərqi yoxdur. Aynen. Amma ki, müştəri ki, vaxtında yağı dəyişir 50.000-dən bir. Bəli. Onun korobkanın ömrü uzanır 500.000 kilometr qədər. Amma yağı dəyişməyəndə 80.000, 90.000, 100.000-də yağ qaralı axı və korobkanın içini sayıqla qurudu. Bax, mənə axır dəfə maşını dünən verdim. Lexus 4.6. Zəng edir ki, maşında aşıbqa verir, Selenoid aşıbqa verir. Bəli. SRT daçki. 3 ustaya zəng edib ki, biri deyir ki, Selenoid dəyişilməlidir, biri deyir ki, zbok, gidobok dəyişilməlidir. 3 dənə ustaya. Axır mənə zəng edir, hərbiçidir. Qayıtır mənə, aşıbqa mənə atdı, dedim, qardaş, mən bunu dəyişsəm faydası olmayacaq. Sizdə problem korobkanın içindədir. Korobkanın içində davlen qaçır. Davlen qaçdığı görə, müştəri nə deyir mənə? Deyir ki, mən aşıbqanı pozuram, ola bilsin 10 gün işləyən maşın, işıq yanmaz, maşın işləyir. Ola bilər 5 gündə işıq yanır. Mən o korobkanı söktüm. Mən korobkanı söktüm, bu korobka əvvəl yığılmışdı. Yığılıb, müştəri satıb buna, bu da sürüm maşını. Yığan usta, gör nə qədər ustalardan anlayışı olmayan usta, açıq mən deyəm ha. Yəni korobka yığam. Onsa bu saat hamısı motor da yığır, korobka da yığır, stressdə. Motor yığanın ən yaxşısı qalır, yenidən də motor yığır, yığdığı motor da xortlayıb maşın sürür, 2.000 ustanın xəridi çıxır, 3.000 xəridi çıxır, motor yığır, elno. Açıq danışam da. Sürüm maşını 5.000 vurub motor dağıldı. Və başlayır ustanın qırğını çıxmağa. Bu da korobka. Korobkanı söküb, arxa fikir verirəm ki, arxa skoda friksiyondan dəyişilib, dəmirlər dəyişilməyib.
Hə, tam dəyişməyib də onu. Dəmir qaralıb. Bəli. Bilirsən bunun zanskula problem var idi. Bunu da açdım və açırlar karabkanı yığırlar. Deməli karabkan içini sən baxma. Sənlik, adi sənlik var. Taxta kimi qırılırdı. Taxta Onu kimi dəyişməyib yəni. dəyişməyiblər. Hə, söküb bəzi detallar dəyişib, bəziləri saxlayıb. Friksion dəyişir. Arxa da burada Lexus'da Zanskosuna loading danışamda 2 dənə vision var. Bəli. Biri arxa rol oynayır, biri də qabaq skosol oynayır. Bəli. 3-dən 4-ə, 4-dən 5-ə. O sənlik orada patlamışdı. Heç açılma baxmıydı. Bəs yaxşı belə bir sual yaranır. Bəlkə sürücü özü onu tələb edir ki, usta mənim pulum çatmır, gör nə edirsən. O da məcburiyyətdən yola vermə adına ki, İmkansızdır. necə imkansızdır. Müştəri karabkan sökdəndə gəlsən ya var, deyirsən ki, ay müştəri, bax, mən niyə mən kendim mən deyirəm, bunun sənqlər dəyişilməlidir. Deyir, usta dəyişilmə. Niyə mən yox deyir? Yox, burada bir məsələ yanır. Satmaq üçün bəzən satmaq üçün hazırlanan avtomobillərdə olsa da qardaş. deyir ki, əslində biz yəni müştəri karabkan açdıran deməsən qardaş, mən bunu söksəm də, yıxsam da bu maşın işləməyəcək. usta onu el deməlidir. Deməlidir. Nədir? Sən 220 manatdır qardaşlar. Sən NKB 200 manatdır. Sən karabka yığırsan Lexus'una ondan 1500 manat 2000 manat pul alsan. Açıq danışaq da. Düzdür? Nurjəsə onu dəyişmirsən. Arxa paskan friksiyonları oyuna bir gəlmişdi eyni maşında. Arxaya verib dağda qazmanı buraxır. Deyim qardaş friksiyon dəyişmədi, sən dəyişmədi. Başa mən onu deyirəm. Neçədir? 220 manat budur, 400 manat usta puludur. Hə, yaxşı oldu. Getdim gələcəm. Komplekt şəkildə iş Amma görürlər. gedib başqa ustanın yanına. Deyəcəksən mən səni düzəltəcəm. Amma baxmırlar. Və burada başlayır problem başlayır. Müştəri satdı ona, o Yəni satdı ustanı buna. düzgün seçmək lazımdır əslində. Əlbəttə. Mən sürətlər qutusunun yağını aparatla dəyişmək istədim. Dedilər çoxdan da dəyişmirsən, aparatla olmaz. Belə bir şey var usta? Çoxdan da demək. yağ bir sənə dedi. Aparat şeydir, yağı dəyişməyə orada axlacın şlanq var da, yağın dövrü var. Aha. Onu çıxarıb qoşurlar aparata. Aha. Aparatdan tez yağı yuyurlar. Aha. Aparat əgər maşına 8 litr yağ gedirsə, əgər yağ qapqaradırsa, 10 litrlə onun sistemi yumaq olur. Bəli. Amma aparat isə 12 litr aparır. 13 aparır. Bəli. İndi bir məsələ var, çoxdan da əgər dəyişilməyibsə, aparatla eləmirlər onu, qorxurlar nədənsə. Onu tamamlaya Aparatı bilmir. ziyan verir də. Aparata ziyan verir. Hə də, yağ qapqarı da o sistem görə o filtr zabit olur. Hə, öz aparata düşür. Robot sürətlər qutusu məsləhətdir, yoxsa variator? Belə bir sual var. Robot onsuz da içini orada mexanika karabkadır. Bəli. Bir də mehatronikdir, bir də ki, o da fason çaşqıdır. Fason çaşqı xərab olsa da dəyişilir 150 mindən bir. Bəli. Düzdür, orijinal 150 mindir, amma firmalar isə 60 mindir. Bəli. Variator variatordur qardaş. O nə deməkdir? O necə anlayaq? Variator şeydə Yəni ikisi arasında məsələn sivididir. avtomobil almaq istəyirsən, robot sürətlər qutusuna onun avtomobil alsın yoxsa variator? Bax, indi sən robotu istəyirsən sürə bilərsən. Mexanikani sürmürdün, onu da sürə bilərsən. Bəli. Amma variator elə sürə bilməzsən. Variatorun daha çox İncədir. nazı ilə oynamalısan. Variator şeydən sən pavoda ona qaz verməsən. Məsələn üçün mənə juk gəlmişdi. Nissan Juk. Pavoda qardaşı maşına qaz vermişdi. Bu şeydə o da nəlbəki var deyilə də loaduna. Onu sındırmışdı. Deyir usta qaqaş deyir ki, bu nə sındı? Dedim qardaş bunu şeydə pavoda qaz vermisiniz. Ödə xanım sürür. Deyir ki, hə, bacımın maşınıdır, amma mən sürdüm bunu, qırdım bunu. Mən BMW sürürəm mən. Dedim sən BMW sürəndə? Variatorun bu qədər həssaslığı var yəni. Əlbəttə. Bəs qaz olmaz. Pavoda normaldır. Və variatorun üstünlüyü nədir onda? Ha? Variatorun üstünlüyü Variator nədir? ekonom baxıblar. Yanacaq sərfiyyatı sadəcə. Bəli. Başqa heç bir üstünlüyü yox. Mən Çin maşınlarda, Çin Camry-də. Bəli. Mən 70 mində karabka şişəsində qırılır. Niyə qırılır? Niyə qırılır? Pavorotda, onlarda satelit korpus var. Bəli. Satelit pavorotda o da qaz verirlər ki, satelit o da yiyilir. Bəli. Şaybə yiyilir, çıxır yerindən. Çıxan üçün giri şişəsinin arasına. Bu sındır karabkanı. Ramil bəy yazır ki, nəyə görə bu ustalar BMW 745-in karabkasına baxmaqdan imtina edirlər? 745-in əvvəl amma onlara baxan var idi. İndi 10 il bundan qabaq. siz də imtina edirsiniz ona baxmağa? Mən çoxdan ona imtina etmişəm. Səbəbi var onun. Zaptas yoxdur. Sırf detalına görə. Bax, zaptas bir sənədir. Deyəsən mağazinə, deyəsən məsəl üçün karabka, məsəl üçün daçka alırsan, saynik alırsan, friksiyonu alırsan. Sabahlar usta müştəri çıxarıb pul verir, deyir usta mağazindən alır. Deyir orijinaldır. Bəli. Amma məsələn baxıb görür ki, bu orijinal deyilmiş. Qoy üstünə sürdü, bir an sonra karabka xərab oldu, Bəli. qalır ustanın boynuna. Usta necə mağazindəndir, mağazində ustanın günahındandır.
Yəni səbəb detallı olmamağı məsələsidir. İndi ehtiyaclarla bağlı sürücülərimizə buradan bir məkanla bağlı məlumat verim. Kimsə ehtiyacları axtarırsa, yəni orijinal və zəmanətli bir məhsuldan söhbət gedir. Sərfəli qiymətə Ali Motors mağazalarına müraciət edə bilərsiniz. Nömrəni də səsləndirirəm. Elə bu videonu izləyənlər birbaşa ehtiyat hissəsi axtaranlar əlaqə saxlaya bilərsiniz. 070 777 0001 nömrəsi ilə bir daha səsləndirirəm. 070 777 0001 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sviti niyə xərc çox çıxır? Yəni 2 dənə detal var. Bir dənə çepdir, bir barabandır, nasosdur, qidoblokdur. 4 dənədir. Amma xərc çoxdur. Ay sağ ol. Məsəl üçün, müştəri gəlsə svitdə problem var. Yağı dəyişib, çepdə yeyinti var. Bəli. Yeyinti var. Məsəl üçün, açsın, remeni dəyişdirin, barabanın yonduğunu qoydun üstünə. Maşın işləməyəcək. Niyə? Təzyiq yoxdur. Aha. Nasos, orada nasos var, onun içində klapan var. Bəli. O klapanı dəyişməsən işləməyəcək. Qidoblokdur. Bir dənə zibi gəlib düşür daçqın arasına, şey alsa, vurub onu cıb dağıdı onu. Onda biz 4-ünü də dəyişməliyik də, yəni. Usta məcbur deyir ki, onun şey tabii baş ağrımasın. Yəni maşın gəldi, hani dəyişdirin, məsələn, müştəri üçün nə qədər xərci var? Desən 1000 manat xərci var. Bəli. Nə daxildir? Sekretariat 200 manat, 15 manat filtri, əzizim. Çep aldı, qoydu üstünə. Barabandan yondudu, qapan qoydu. Yəni 1000 manat çıxdı. Hə, xortladı maşın, sürdü maşın işləyir. Amma ki, qidabok başlayır oyun çıxarmağa. Və onu da dəyişmərsən. Onu dəyişməyəndə sənin maşın effekti olmur. Yəni hamısı, bütün orada kompleks işlədə Qaz iş verirsən, görürlər. abort qalxıb başlayır abort oynamağa. Bəli. Və çatdıra bir müdabiləni. Ondan sonra vurub yenə kartmanı dağıtacaq. Suallar yazırsınız, mən də bəzilərini görürəm, onlara cavab verməyə çalışıram. Mercedes Y200 271 korobkası necədir deyə Oqtay bəy yazır. 7 pillə, 5 pillə. 7 pillə, 5 pillə. Onu yazın. Usta bir də bir məsələ var. Bu deyirlər ki, məsələn tez bir zamanda mən korobkanı dağıtmaq istəyirəm. Tutaq ki, aparırsan, salırsan, belə deyək də bir qumsal bir yerə, başlayırsan orada indiyələr arasında deyəcəm də eşdirməyə, başlayır sürətlər qutusu dağılır. Sonra bir də sürətlər qutusunun dağılmağı bundan çox adam çəkinir. Düşünürəm haqlı olaraq da çəkinirlər. Məsələn, bir avtomobil batıbsa, digər avtomobil gəlir onu çıxartmaq istəyirsə oradan. Köməkli edir. Köməkli edir də, belə deyək də. Onun da o dartan avtomobilin sürətlər qutusuna problem yaradır da, düzdürmü? Yaradır. Amma o maşının bir sənətədir. Əgər maşın sarfan deyil ki, o maşın da hansı bir məsəl ki, işləmiş maşın da dağıtır da, ya pacar dağıtır, ya para da dağıtır onu. Yəni bu korobkanın müddəti var da, detalın o zəifliyi var. Qoşub buksaya dağıtır, çıxardır, naqoska verir, dağıtıb çıxardır. Bəli. Eşi axır çıxardır, köməkli ilə çıxartdır. Bəli. Sabahsı özü dediniz yana. 3 dörtdən 5 dörtdən vurub korobka dağıldı. Amma mexanikalarda belə bir şey olmur da. Mexanika yox, mexanika. Ancaq dişli çalırsan. Mən adı məsələn avtomat korobkanın içində şirislər var. Bəli. Şiris var. O şiris orada başlayır müddət getdikcə şirisdə lift əməl gəlir. Tamam mı? Dişlər şeydə biz orada. Bəli. Naqoska verəndə oradan buraxır sərbəst. Onun ömrü vardı. Bir 50 min sürə bilərdi. Bir dənə o kömək edir özü. Mən rastıma gəlib, məsələn avtoda olub. Aha. Gəldikcə maşın korobka səs alır. Aha. Nətər oldu? Deyək heç nə, baxdım dövrün dəniz qanında avtobus batmışdı. Cəmaatı dincəldim. Mən də ona kömək edim, taxdım avtobusu. Avtobusda. Nə ilə dartıb avtobusu? RAV4-lə. RAV4-lə. 9 may diz yana. Xeyirli olsun. Bir ay buna bax kömək etmişmə dağıldı, axır gəldi, dağıldı korobkanı. Dişlər lift əmə gələ, vıdı qırdı dağıtdı qoydu. Ondan sonra hələ köməkləşin. İtaliyan yerləmək lazımdır. Ələ batdı, qum batırsa, orada hamı dəniz qadar, hamı birini kömək edirlər, əzizim. Bəli. Bir-birinə arxadan, qabaqdan yerləsinlər. Bəli. Həqiqətən ha. Hə. Yerləyəndə qumu alacaq, ondan rahat çıxacaq. Amma eşəndə deyə qoyub, eşəndə dara qabağa friksion yandırır eşildə. Və bunu nəzərə alın, o da dəniz mövsümüdür. Range Rover 3 benzin 16-17 yaxşıdır, yoxsa X5 17-18 3 benzin yaxşıdır deyə Pərviz bəy bax belə bir sual verir. Onun sürətlər qutusundan bağlı nəsə demək istəyirsən Əli usta? Eyni komparator da, nə demək? Eyni sürətlər qutusu. Bir F15 bir Range Rover'dır. Valla baxın da artıq zövqlə bağlı olan bir şeydir. İkisi də BMW zövq maşınıdır. Range Rover zövq maşınıdır. Sonra Civic sürətlər qutusunun təmirə 3000 pul niyə gedir? Ustalar aldadırmı insanlar? Yox, onu dedik də biz. Yox. Yəni 3500 niyə gedir? Söhbət edir Nissan Altima-dan. Söhbət edir məsələn şeydən, Patvandiyadan. Bəli. Bir dənə qidabok 1500 manatdır. Çepi 600 manatdır. Məsələn bu kimi getdilər. Bu sürətlər qutusunun çox tərəf edirlər. Doğrudan da elə idi. 20 Kuzanın deyir korobkası niyə dağılmır? Pluslanı. Bəli. Korobka neçədir mənim burada?
Orada da o dağılan şey deyil ki, karpalar. Hadi yəni çox dözümlüdür də belə götürsən. Hibrid də qardaşlar. Hibrid. Hətta nədir bu? Pirusdan. Pirli və Prius'dur. Yəni sistem hibrid sistem olduğuna görə Orada friksiyon yoxdur ki, əzizimci. Orada friksiyon yoxdur. Orada gəlir 2 dənə amat qoyur, ya da bir dənə çək olur arkadaşlar. bir dənə Prius'un üzərindədir o sürətlər qutusu. Başqasının üzərində gəlir. Dağılan dağılır, deyir Əlixanəyə, deyir doğru qalır. 400 500 manat, 600 manat alıb basır. Hə, ona görə onu yığılmağa sərf eləmir. Yoxsa xəzəf. Yəni nəyi yığacaq? Arada bir dənə Çin maşının kamerası dağılsın 2024-ün. Aha. Hə, gəl onun detal alanda 2500 manat alır. 2500 manatdır. Həmin o dediyim şaybə var, şaybə qırılır, digir içinə ya. Bəli. O şaybə qırılmasa, o heç bir dağılmaz. Hyundai Sonata yoxsa Kia Optima hansını almaq? Qardaş, ikisi də əmioğludular da belə deyək də. Sən zövqə bağlıdır. Hansının görüntüsü xoşuna gəlir onu al. Bir dənə kuzla fərqi var. Hədə bir dənə gövdə fərqi var. 1.3 Opel-ə yağını məsləhət görürük, Savollan yağı məsləhət görürük. Rasot baxımından Pərviz və ikisinin də Rasotu, Range Rover'ın X5-in də Rasotu yəqin ki, böyük ehtimal bir-birinə bərabərdir. Aşağı yuxarı bir-birinə bərabərdir. O da yenə zövq məsələsinə qalır. Yavaş-yavaş yekunlaşdıraq. Yavaş-yavaş yekunlaşdıraq. Burada izləyənlər də var. Salamlayan hər kəs sizə sağ olsun. Minnətdarlığımızı bildiririk. Salam, Prioranın qabaq farası neçədir qardaş? Ağa bəy, onu ancaq mağazaya zəng edib soruşa bilərsiniz. Zəng eləyin, soruşun sizə kömək eləsinlər. Belə biz bilməyəcəyik onu. Yekunlaşdıraq dəyərli usta. Yekunlaşdıraq inşallah. Yəni bir məsləhət verə bildim. Hə, çox köməyinizdə idi əslində. Yəni anlamıyorum da, yəni deyirəm ki, oturub məsələn TikTokda baxıb ustaya onu anlamıyor. Araşdırın. Necə biz həkimləri araşdırdıq? Ustanı da araşdıraq. Necə araşdırsın yaş? Necə araşdırsın? Bir baxsın, görsün bu usta nətə işləyir. Getsin yanında dayansın. Yaxın, kim bilir. Mənim yanıma gələndə hamısı araşıb gəlirlər. Mənim də usta verdilər. Bir də bey gəlmişdi. Aha. Dünən gəlmişdi, idman müəllimi idi. Baxdım ki, dizel çeşkada bu soqqa var 2-dən 3-ə. Mən dedim, "Hoy, salam, gəl bura karabkan yığıb sən." Dedim, "Yox qardaş. Bu sistem başqa sistemdir." İndi bir gün vaxtım yox, sabah gəldilər. Bir gün gəldi, maşını qaldırdı. Baxdım ki, bu karabkan mexanik olub. Əvvəl. Aha. Buna qoyublar, avtomat qoyublar, dizelə avtomat qoyublar. Hava sistemini düz qoşmayıblar. Gəldim, qardaşım düzdüm, qoşdum. 2-dən 3-ə bu soqqa o fişəsi karabkanı xərabdır da, friksiyon buraxır da. Şlanqı düzəltdim motoru. Zazon verdim, maşın oldu əla. Allah köməyin olsun. Yaxşı mən zəvədə çıxmışam. Mən. Elə Xırda bir şeyi, məsələn maşını düz işlətmədi. İşini bilmək önəmli məsələdir. Əlbəttə. Əlusa çox sağ olun. Minnətdarıq sizə. Sağ olun. Xoş oldu həqiqətən də. Allah İnşallah ki bir daha da görüşəcəyik. İnşallah. Minnətdarıq. İnşallah. Dəyərli izləyicilər, Avtotəmir Live efirində sonuna gəldik. Hava olan yağların baş sponsorluğu efirimiz yayımlandı və bitdi. Görüşmək ümidi ilə hələlik. Hələlik.